Bu suallar mənə çox gəlir. Bir nəfər yazıb ki, bəs hardan alırsan? Yerində bizdə alaq, zəhmət olmasa. Bax, mənə suallar gəlir ki, balı hardan alırsan, propolisi hardan alırsan, çiçək tozunu hardan alırsan və sair bitkilər falan. Bax, indi göstərirəm sizə. Bax, bu günlər gəlib inşallah. Kim istəyir alsın. Vallahi ki, gözəl insandır, halal insandır. Adı Rəşaddır. Gəncədə olur. Halal Məcun səhifəsi də var TikTok səhifədə. Nömrəsini də qoyacağam indi bura. Hər kim istəyir alsın. Göstərirəm sizə. Baxın. Bax. Demək meşə balıdır. Bu da cökə balıdır. Baxın bir dənə. Görün bu nə gözəl balıdır. Bir dənə bunu baxın. Baxın. Gör nə gözəlliyindədir. İndi gəlib qardaş göndərib. Kim istəyir alsın. Nömrəsini də qoyacağam. Bax buna baxın. Görün nə gözəl balıdır. Tam şəffaf. Bu da propolis. Ximiyadan çıxanlar, propolis. Ximiya vuran insanlar. Baxın, propolis. Fındıq boyda hər axşam çeynəyib udursunuz. Bu da çiçək tozu. Çox gözəl balıdır. Kim istəyir, qardaşın nömrəsini indi qoyuram buradan, aşağıdan, yuxarıdan. Götürün, zəng eləyin, sifariş verin. Macunlar da var qardaşlar. Məsələn, prostat üçün macun var. Ximiya alanlar üçün immun sistemini qaldırmaq üçün macun var qardaşlar. Sonra dazotu yağı hazırlayır, çay tikanı yağı hazırlayır. Bütün hər şey var Allahın izni ilə. Özü də halal qardaşdır, mömindir. Yəni axirətini düşünən insandır. Onun üçün də bu qardaşdan alın. Mən də bu günlər götürmüşəm.